Niyə görə hansısa bir ideyanı incəsənət tərənnüm eləyir, ədəbiyyat tərənnüm eləyir, əsərlər yaranır? Niyə görə soruşuram? Elə kitab yaz, fəlsəfi bəsdə niyə? Ədəbiyyat ruha nüfuz etdirir, incəsənət qəlbə nüfuz etdirir deyə musiqi yaranır. Vətənpərvərlik marşı nə üçündür? Belə deyəndə vətənpərvər olun, bir saat danış. Marş duyğuları hərəkətə gətirir, incəsənət nümunəsidir. İncəsənətin missiyası bundan ibarətdir. Bu da mərsiyədir. Mərsiyə də həmin o məntiqi ruha sirayət etdirir. Daha indi İmam Hüseyin əzasında mahnı oxumayacaqsan ki. Adı üstündədir də bunu. Ruha nüfuz etdirir. Ədəbiyyat yaranır. Bir xalqın ədəbiyyatında mərsiyə bölməsi var. Biri-birindən gözəl əsərlər yaradıblar. Neyinir ki? Bir ayin icra olunur. Əlini aparır, sinəsinə qoyur, çəkir, sinəsinə qoyur. Nə qorxulu bir şey, nə vay-şivən. Bir ritualdır. Özü din deyib ki, Hüseynə əza saxla, Peyğəmbər deyib, hələ gələcəkdə baş verəcək hadisə haqqında ki, o gün Allah rəhmət eləsin Hüseynə mərhəmətlə göz yaşı axıdanlara. Necə dində bu yoxdur? Niyə sən zorla deyəcəksə, mən də qəbul edəcəm? Dində bu var və böyük uzaq görənlidir. Yenə də deyirəm, həmin o mərsiyələr vasitəsilə ruh vəcdə gəlir, gözəllik yaranır. Necə eləyək əzadarlığı? Ona din toxunmayıb. Din deyir, hər xalqın özünün ənənəsi var, adəti var. Azərbaycanlılar, məsələn, ağlarımız var qədim, onlarda da sinə vurma var. Azərbaycan xalqının əzadarlıq ənənəsidir. Yerli mədəniyyətin nümunəsidir. Bunu bu şəkildə deyilir, çox gözəl. Narahat edici nə var? Gözəl səhnələr yaranır. Baxırdım mən Avropada, İstanbulda, Türkiyədə. Nə gözəl. İnsanlar dayanıb, gənclər, qəşəng, mədəni, səliqəli, gözəl. Eyni zamanda əlinə apar. Bu bir həmahənglikdir həm də. Bu bir vəhdət nümayişidir. Əl hərəkəti də eyni zamanda baş verir. Sən buna estetik yöndən bax. Bunun gözəlliyini qəbul elə, gör. Sən bu səs-küydən niyə qorxursan? Bu sevginin səs-küyüdür də, başqa şeyin deyil axı. Sevginin səsi yayılır və sevgi cəmiyyətdə inkişaf eləyir. Bu sevgini təbliğ etmək üçün deyir ki, otur danış qulaq assınlar da. Bu nə üçün? Bu bilirsiniz, bu səs-küy yaratmaqdır. Desinlər, bu nə səsdir burada və gəlsinlər, düşünlər sevginin cazibəsinə. Gəlsinlər, düşünlər eşqin cazibəsinə. Sevgi hissdə axı, onu danışmaqla yaratmırlar. O ayin var ya, yanıb, yaxılmaq. Yanmaqla sevgi hopur cana.